başda əsas məsələ o seçimləri düzgün müəyyənləşdirməkdir. Məsələn, dünən bir tələbə ilə konsultasiya eləyirik. Bir təqaüdlü bir yerdə getmə imkanı var. Bir də özlərinin gücü çatan bir Avropa ölkəsinə getmək imkanı var. Deyirəm ki, əgər hədəfin magistrda etməkdirsə, bakalavra xərc çəkmək yox, magistr üçün o pulu yığıb, yəni təqaüd alacaqsınız, istər-istəməz maliyyəni saxlayacaqsınız, o imkanı magistra qoymaq. Çünki hal-hazırda ölkə belədir ki, Azərbaycan belədir ki, və ya başqa yerlərdə də bu belədir. Təhsil deyəndə daha çox magistr soruşurlar. Tutaq ki, oxudum 4 il Koç Universitetində, çox yaxşı ortalamam var. Bir ildə gücüm çatır İngiltərə, Oxford və ya Imperiala pul vermək. O maliyyəni yığıram, bir il Imperialda oxuyuram. Orada özüm üçün network edirəm, professorlarla tanışıram və ölkəyə qayıdıramsa, Azərbaycana qayıdıramsa və yaxud Avropanın başqa yerlərinə keçiş eləyirəmsə, təbii ki, Imperial mənim üçün çox böyük imkan olmuş olur. Burada peşəkar konsultant sadəcə texniki bilgilərə sahib olmalı deyil. Bu istiqamətləri də bilməlidir. Hansılarda iş imkanları hansı ölçüdədir? Hansılar sizə imkan yaradırlar intern edə bilmək üçün? Hansılar ancaq nəzəri universitetdir? Məsələn, nəzəri universitetlərin halında orada kiçik auditoriyalar yoxdur. 400 nəfərlik auditoriya var. Müəllim gəlir, dərsini deyir və hətta sizə bəzən getmək belə məcburiyyətiniz yoxdur. Onlayn bir sistem var, platformaya yerləşdirilib, siz dərslərinizi oradan götürüb oxuya bilərsiniz. Burada sizin daha çox özünüzə düşür. Amma peşəkar konsultant bunları ifadə etmədiyində, ancaq bir kriteriya üzərindən davam eləyəndə ki, Azərbaycanda məşhur olan rating kriteriyası üzərindən davam eləyəndə, təbii ki, tələbənin prioritetlərini düzgün müəyyən etməsinin qarşısını alır və ya düzgün istiqamət vermir. Tələbə qəbul olur, çox reytingli bir universitetdir, hamı sevinir, rahatdır, gedirik, qiyməti də ucuzdur. Amma getdik, gördük, yox, bu mənim xarakterimə uyğun deyil. Çünki mən daha kiçik auditoriyada, daha interaktiv dərslərdə iştirak edən özümü motivasiya olunmuş hiss edirəm. Daha tələbə həyatı istəyirəm, biraz gəzmək istəyirəm, görmək istəyirəm, praktikalarda iştirak etmək istəyirəm. Amma universitet çox nəzəridir, çox ağırdır. Bunu həyata keçirə bilmirik. Yəni bu istiqamətdə xarici təhsil şəxsə görə planlanmalı olan, şəxsin akademik potensialı, xarakteri, məqsədləri, təbii ki, maddiyyatı, bunların hamısı nəzərə alınaraq, keçmiş təcrübələrdən əsaslanaraq konsultant və tələbə ilə birlikdə qərar verilməsi gərəkən bir prosesdir.